televizorları açıb, qabaqlarında yatmaq, onlara baxmaq, vaxtı orada keçirmək. Vallahi Allah Subhanahu taala hər bir anı səndən soruşacaq. Səndən, evində olanlardan sən başçısan. Ailədə sən başçısan. Allah Subhanahu taala o uşaqları soruşacaq səndən. Alıb gətirdiyin televizoru soruşacaq səndən. Sən onlara Quran-ı Kərimi hədiyyə etmək əvəzinə, onlara televizorda kafirləri, müşrikləri, onların ədəblərini öyrətdin. Və sonra əxlaqını düzəldə bilmədin. Sonra söylədin ki, görəsən bu nə şübhəli oldu? Nə üçün bu hala gəldi, çıxdı? Lakin bir dəfə özündən soruşmadın ki, evə gətirdiyim bunun axirətim üçün nə faydası var? Axirətimə faydası olacaqmı? Xəbərləri bəhanə elədin. Yalnız xəbərlərə baxacam dedin. Lakin xəbərlərdə musiqilər oldu mu? Xəbərlər arası mahnılar verildi mi? Xəbərləri çılpaq, hicabsız, Allahın əmrinə, hicab əmrinə qarşı çıxan qadınlar söylədi mi? Vallahi hamısı oldu. Ümumiyyətlə televizor və televizora baxılması insanın dini qeyrətini öldürür. İnsanın dini qeyrətini öldürür. Allah üçün qəzəblənməyini öldürür. O qadını çılpaq görəndə sən onun xəbərlərinə baxdın, lakin hicab ayətini xatırlayıb qəzəblənmədin. Bitirə bilərsən axı sən onu. Allah Rasulü bacarırsan əlinə itir demədi. Sən yalnız gözləyəcəksən ki, hansısa bir hal olsun, kiməsə bir yumruq vurasan, bir əl qaldırasan, gücün çatır. Onun üçün sən alim olacaqsan, sahabənin əxlaqı ilə əxlaqlanacaqsan, gətirib evə qoymayacaqsan. Oturub kinolara baxdın. Kişi ilə qadın yanaşı getdi. Səndə ona qarşı qəzəb olmadı. Naməhrəmlə naməhrəm ikisi bir yerdə getdi, əlindən tutdu, baxdı ona. Bir dəfə qəzəblənmədin Allah üçün. Gücün çatır sən ona sındırmağa da, çölə atmağa da. Lakin o dərəcəyə çatmısan ki, bir an olsun belə evə girəndə ilk işin nə olur sənin? Əgər Allah Rasuluna sadiq tabi olansansa, Ayşə anamızdan soruşanda ki, Muhammed sallallahu aleyhi ve sellem evə girəndə ilk işi nə olardı? Nə ilə başlayırdı? Misvaqla. Və sənin zamanına çövrək, baxaq. İlk öncə nə ilə başlayırsan? Pultla. Evə girir, yandır görüm, teleserial başladı və ən çox insanların düşdüyü bəla bu vaxtlarda Qurtlar Vadisi var. İtlər Vadisi, Çaqqallar Vadisi var. Görürsən, qardaşlar bir-biri ilə vuruşur kinoya baxmaqdan ötürü. Allahu Akbar. Və baxırsan umumu onların baxdığına, Qurtlar Vadisinə, hətta orada o kinoların özündə Allah Subhanahu taalaya asi olunmuş ilk günah təkəbbürlük var. Görürsən, bu gəlir, bunu öldürür, təkəbbürlü halda. Obisin, bir dənə xeyirlər götürmürsən, bir fayda götürmürsən, bir üstünlük götürmürsən və pisliyi də itirmirsən. Bəs hansı vaxtı gözləyirsən o pisliyi aradan qaldırmaq üçün? Dini qeyrətin qorunması üçün, qəlblərin sağlam olması üçün, nəsillərin doğru düzgün yetişməsi üçün televizora Allah üçün yox deyəcəksən. Nə özün baxmayacaqsan, evdən çıxardacaqsan. Çünki səni doğru düzgün əxlaq üzərində yetişdirməyəcək. Hansısa bir kanalda xütbə verən bir qardaşı gördünüz, dərs keçənləri gördünüz, Allahın böyüklüyün, ucalığın, ağalığın, padşahlığın, qiyamət gününün tək sahibi olduğunu anlatan bir veriliş gördünüz. Muhammed sallallahu aleyhi ve sellemə tabi olmağa əmr edən kanallar gördünüz, şəxslər gördünüz. Allahı görməyəcəksən. Görəsən, namusdan çılpaqlar danışacaq. Ailədən, ailəsizlər danışacaq. Kişilikdən, üstünlükdən, qeyrətdən, kişiliyin ikinci cinsi olanlar danışacaq. Mavilər danışacaq. Kiminsə evinə qardaşlardan, onlardan biri gəlsə, özünə sığışdırmaz, atar qırağa. Lakin onların birini yox, minini evə gətirib. Televizor bəs eləməyib, krosunu alır.
tarelkasını alır, cihazlarını alır və xarab olanda evdəki qadınları elə bir halda yetişdirir ki, qadın öz ərindən hədis tələb eləmir. Evə gələndə ki, mənə hədis danır. Quran-ı Kərimdən faydaları demir. Lakin televizor xarab olsa, həmən səhərdən axşama qədər onun başını nətin yər. Danışar, o qədər danışar. Sonra o kişi o televizoru belinə vurub aparacaq. Asiliyi düzəltdirməyə aparacaq. Və sonra da gətirəcək. Və yenə davam eləyəcək belə. Günahın üzərinə günah, zəlalətin üzərinə zəlalət.